Məsələn, siz fikir verin, mənəvi cəhətdən yoxsul olan adamlar həmişə üstlərində zinət, bəzək əşyaları, bahalı əşyalar gəzdirməyə meyilli olur. Çünki o bilir ki, daxilən mənəvi cəhətdən yoxsuldur. Bu, zahiri bahalı şeylərə, zahiri bərbəzəyə üstün tutur. Məsələn, həddindən artıq mənəvi cəhətdən kasıb bir adam mütləq, əgər əlinə imkan düşsə, ən bahalı maşını alacaq özünə. Niyə? Çünki o bilir ki, o mənəvi yoxsulluğu örtbasdır eləmək lazım. Biz, məsələn, ona görə deyirəm ki, biz hər şeyi, adi şeyləri, hətta məişət belə deyək də, əşyasından tutmuş, məişət münasibətlərindən tutmuş, ona görə adiləşdirmək istəyirik ki, o adilikdən biz qorxuruq, biz bilirik ki, bu adilik bizimdir. Reklama ayrılırıq. Yenə birlikdəyik. Cəmiyyətdə toxunulmaz mövzular olmalıdırmı fikrini müzakirə edirik. Beləcə söz auditoriyanındır. Mən də müsəlmanam, amma mənim müsəlman xasiyyəti deyə bir şey düşünmürəm ki, belə bir şey var. Mənim özümün xasiyyətim var. Hər bir şəxsin özünün xarakteri var. Müsəlman sifətləri deyə bir şey ola bilər. Amma yəni o təfəkkürdən asılı bir şeydir. Mənim Elşad bəy bir sualım var. Elşad bəy deyir ki, bayaq Akşin bəy danışanda təhqir eləyirdi. Baxın, tənqid, təhqir, bunlar fərqli şeylərdir. Mən yəni bunu bilirsiniz deyə düşündüm. Orada heç bir təhqir yox idi. Müzakirə eləmək təhqir sayılmır. Yəni bunlar incə şeylər, amma siz təhqir olunduğunu dediniz. Yəni məsələyə cavab verildi, ancaq bir daha qeyd edeyim ki, tənqidlə təhqiri bəli, həqiqətən aydınlaşdırmalıyıq. Bunu aydınlaşdırandan sonra da nəyin təhqir olduğunu, məsələn, müsəlman üçün onu müəyyənləşdirmək lazımdır. Çünki sizə görə adi görünən və yaxud da xristiana görə xristianlığın İsa Peyğəmbərin karikaturası adi bir şey hesab edilən şey mənim üçün təhqirdir o. Mənim dinimə təhqirdir, mənim Quranıma təhqirdir, məni göndərən Allaha təhqirdir. Ona görə bunlar düzgün formalaşdırılmalıdır. Məsələn, Avropalıya görə birlikdə yaşadığı insanı, sonra uşağını əlindən götürüb nikaha getmək necə adi bir şeydirsə, amma mənim üçün belə bir şey olunması ailəm üçün, valideynlərim üçün, qıraqdakı bir insanım, qohumum üçün bu təhqirdir. Ona görə məsələyə baxanda geniş aspektdən yanaşmaq lazımdır. Ola bilər ki, bəli, həqiqətən həmin şəxsin dediyi məsələ özünə görə burada nə var deyə, onu da əlində bayraq tutub, burada harda da təhqir elementi, buyur göstər deyəndə, amma mən onu bir müsəlman olaraq həqiqətən özümə və inancıma təhqir hesab edirəm. Bunun təhqir olduğunu qətiyyən düşünmürəm və bir şey deyim, belə şeylərin təhqir olunduğunu harda yazın? Məsələn, mən İslamı oxumuşam, yəni İslam dinini kifayət qədər oxumuşam, təbii ki, sizin qədər oxuya bilmərəm. Amma yəni belə şeylərin təhqir olduğuna dair heç bir yerdə rastlanmamışam. Yəni Quran-ı Kərimdə Allah məsələn müşriklərin təhqirlərini də qeyd eləyir. Hətta orada qeyd eləyir ki, Məkkəli müşriklər